Sen mi yapacaksın, sen mi edeceksin falan dediler. Vallahi ben yaptım. Babalar sözünü tutar. Siz də belə hava atmaq istəyirsinizsə, o zaman yaxın əyləşin. Deməli, mən sizə bugün imtahana hazırlaşaraq sürücülük vəsiqəsi necə əldə etdiyim haqqında danışmaq istəyirəm. Deməli, 2 il əvvəl mən getdim hər kəs kimi, Talibovun test kitablarını aldım, qoydum qarşıma, başladım hazırlaşmağa. Amma yanlış qoymalı oldum. Niyə? Çünki kitabın dili müəyyən qədər mənə qəliz gəldi və başa düşdüm ki, mənim əlavə izahlara ehtiyacım var və bunun üçün mən gərək bir sistem qurum. Təbii ki, hal-hazırda məsələn internetdə çox resurs var, lakin öz başıma o dönəm üçün bunu eləmək müəyyən qədər vaxt tələb elədiyindən mənim üçün o dönəm üçün mümkünsüz oldu bu və mən yarımçıq qoymalı oldum. Lakin keçən il yenidən qərarı aldım ki, mən bu il bu vəsiqəni alacağam və başladım axtarış eləməyə. Həm YouTube-da bəzi videolara baxdım, həm Instagram-da axtarış elədim və nəticədə bir kurs tapdım və qərara aldım ki, mən bu yola onlarla bərabər başlamalıyam. Qeydiyyatdan keçdim. Sonra onlar saytda mənim üçün bir akkaunt yaratdılar və həmin akkaunt da bizim keçəcəyimiz bütün mövzuların dərs qeydləri, testlər və s. yerləşdirilmişdi. Hər mövzu keçdikcə və bunu da deyim ki, məsələn, həmin o mövzulara keçmə sürəti sizdən asılıdır. Yəni istəsəniz bir ayın içərisində bütün mövzuları bitirə bilərsiniz, istəsəniz 10 gün içində bitirə bilərsiniz. Yəni o sizə asılı olan bir situasiyadır. Və hər dərs keçdikdən sonra orada məsələn video izahlar olur və həmin o video izahlar nəticəsində siz dərsi daha yaxşı mənimsəyirsiniz. Ondan sonra isə testlər açılır və həmin o testləri də işləməklə orada dərsdə öyrəndiyiniz məqamları daha da bərkitmiş olursunuz. Bu arada yəni həmin qeydləri axıra qədər izləməyinizə nəzarət olunur, yoxsa testlər açılmır sonrasında. Bunları da bitirdikdən sonra biz köməkçi müəllimlərə müraciət eləyirdik və onlar bizə sınaqlar göndərilirdi 10 testdən ibarət. Əgər 9 və ya 8-i düz olursa, artıq biz digər səviyyəyə keçirilirdi və digər səviyyəyə keçirilmə məsələsi də nədir, onu da izah edeyim. Deməli, siz məsələn birinci başlayanda 10%lik qrupda olursunuz. Yəni siz mövzunu 10%-ni öyrənmiş sayılırsınız. Siz hər yeni mövzuya keçdikcə sizin səviyyəniz artmış olur və sizi bu qrupdan çıxarıb digər qrupa keçirirlər. Bu həmçinin insanda müəyyən qədər rəqabət hissini də oyadır ki, siz istəyirsiniz ki, hamıdan tez keçəsiniz, o mövzuları bitirəsiniz, yaxşı öyrənəsiniz və s. Və bu məsələn bir növ həmçində insana oyun oynayaraq dərs öyrənmək hissini verir. Mən çox sevirdim onların qurduğu bu sistemi. Və nəticədə mən çalışırdım ki, o mövzuları tez bitirim və axırda nəhayət imtahan qrupuna gəlim çıxım. İmtahan qrupunda isə imtahana düşə biləcək ehtimal suallar orada paylaşılır və biz onlar üzərində daha çox işləyirik. Həmçinin orada da Talibovun test kitabı ilə biletləri işləyirik ki, biz imtahana tam şəkildə hazır olaq. Nəticədə bu hazırlıq prosesindən sonra artıq imtahana hazır olursunuz. Deməli, mən öz təcrübəmdən danışım. Mən birinci imtahana gedəndə mən hələ mövzuları tam olaraq bitirməmişdim. Lakin özümü yoxlamaq istirdim, həm də ki, o imtahan şəraitlə tanış olmaq istirdim. Çünki mənə gözümü qorxutmuşlar açığı ki, ay keçə bilməyəcəksən, çox çətindir, belədir, hələdir falan filan. Mən dedim ki, yox. Mən bugüne qədər nə əldə eləmişəmsə, öz əziyyətimlə əldə eləmişəm və bunu da öz əziyyətimlə əldə eləyəcəm. Nəticədə mən axıra kimi getdim. Birinci imtahanımda təbii ki, kəsildim. Çünki dediyim kimi mövzulara tam hakim olmadığım yerlərdən düşdü suallar və inanılmaz dərəcədə bir həyəcan keçirtdim. Heç rahat deyildim o imtahanda. Mən gördüm ki, mən sualları ard-arda elə havadan elə səhv elədim, getdi. Yəni çox belə qısa müddətdə ekran bağlandı. Bu arada yəni orada sistem belədir ki, yəni ki, bilirsəm amma yenidən izah eləyim. Deməli 10 sual olur, 15 dəqiqə vaxt verilir. Yəni 2 sual artıq dalbadal səhv olanda yəni ekran bağlanır. Belə yəni kəsilmiş olursunuz.
Nəticədə mən birinci imtahanı keçmədim. Sonra yenidən davam elədim hazırlaşmağa. Artıq mən imtahan qrupuna çatmış oldum. Talibovun testlərini falan bitirdim. Lakin imtahana düşə biləcək ehtimal sualların hər birini işləməmişdim. Amma yenə də yəni işlədiyim məqamlar məni məlumatlı eləmişdi. Yetərli idi yəni. İkinci imtahanıma gedəndə artıq daha nisbətən rahat idim. Düzdür, həyəcan həqiqətən var idi və çalışın ki, bu imtahanlarda həyəcan keçirtməyəsiniz. Və bu imtahanın olayı bilirsiniz nədir? Tam diqqət. 100% diqqət, yəni bu imtahan sizdən 100% diqqət tələb edir. Yəni nə qədər materialı mənimsəməyinizdən asılı olmayaraq, həqiqətən deyirəm 100% diqqət tələb edir. Və məsələn mən ikinci imtahanda özümü çox hazır hiss edirdim, amma 800-lə kəsildim. Bəli, mənə çox pis təsir elədi bu, çünki həmin imtahana qədər mən gecə saat 4-ə, 5-ə kimi oyaq qalırdım, bütün materialları öyrənirdim, bütün testləri işləməyə çalışırdım ki, mən tam hazırlıqlı olum, artıq keçimdəyim. Amma 800-lə kəsildim və yəni biri düz olmuş olsaydı mən artıq keçmiş olurdum. Alınmadım. Psixoloji olaraq həqiqətən mənə ağır gəldi bu. Biraz insanı mental olaraq da çox yoran bir imtahandır. Çünki əslində insana 10 sual üçün 15 dəqiqə kifayətmiş kimi gəlir, amma inanın ki, elə deyil. Çünki əgər müəyyən qədər həyəcan, stres keçirən birisisinizsə, elə ora oturanda valla elə ilk dəqiqələr sizin özünüzü sakitləşdirməyinizə gedir. Ona görə yəni düşündüyünüz kimi 15 dəqiqə yetərli gəlmir insana. Hər nəysə, burada keçə bilmədim, gəldim, çox pis oldum. Amma köməkçi müəllimələr, mən onlara həqiqətən çox minnətdaram. Niyə? Çünki onlar mənə o qədər belə dəstək oldular, o qədər gözəl təsəlli verdilər ki, mən təsəvvürün həmin imtahanın nə qədər pis olmağına baxmayaraq səhərsi gün yenidən başladım da. Mən həyatımda bugünə qədər heç vaxt imtahanlardan kəsilməyən insan, mənə psixoloji olaraq ağır gəldi bu, amma yenə də buna baxmayaraq mən həmin köməkçi müəllimlərin köməyi ilə, dəstəyi ilə yenidən məhz həmin günün səhərsi təzədən başladım. Bütün materialları təkrar eləməyə, testləri yenidən işləməyə və bu dəfə artıq özümü daha sakitləşdirməyə çalışdım psixoloji olaraq ki, mən bu imtahanda 100% rahat olmalıyam, 100% diqqətli olmalıyam ki, suallarda hər hansı bir səhv eləməyim. Və artıq 3-cü imtahanımda mən müəyyən qədər gördüm ki, psixoloji rahatam. Artıq o kəsilməyin dadını yaşamışam ilk dəfə. Birinci mənə çox təsir eləməmişdi. Dediyim kimi tam hazır olmadığımın fərqini. Amma ikinci mənə bayağı bir koydu yəni arkadaşlar. Hər nəysə, 3-cü imtahanda artıq mən keçdim. Çox sevindim. Yəni təsəvvür edin, mən oradan göz yaşları ilə çıxdım ki, bu sevinci mən izah eləyə bilmirəm. Yəni bugünə qədər çox imtahan vermişəm və hər birindən də təbii ki, yüksək nəticələrlə başa vurmuşuq. Amma yəni bu uğurum qədər digərləri məni sevindirdiyini düşünmürəm. Yəni bu başqa bir sevinc bəxş elədi mənə. Niyə? Çünki hər kəs, ətrafımdakı hər kəs deyirdi ki, bu imtahanı keçmək mümkünsüzdür. Bunu keçmək çətin söhbətdir. Gəl bunu başqa yollarla həll eləyək və s. Amma dedim yox. Mən bunu keçəcəm. Və nəhayət ki də keçdim. Çox xoşbəxtəm buna görə və ümid edirəm ki, bu videoya baxan hər kəs, sürücülük vəsiqəsini imtahana hazırlaşaraq özü əldə etmək istəyən hər kəs də bir gün bu uğuru qazanar və həmin o uğur ümid edirəm ki, çox uzaq bir zamanda deyil, yaxın bir zamandadır. Ümid edirəm ki, bu video müəyyən qədər sizdə anlayış yaratdı və yaxud da ağlınızda olan suallara cavab verdi. Lakin yenə də hər hansı bir cavabsız qalan suallarınız varsa, yorumlarda yazın və mən sevə-sevə o suallarınıza cavablandıraram. Bu arada məndə məsələn Talibovun test kitabları falan qalıb. Aranızda ehtiyacı olan insan varsa, yəni sevə-sevə verməyə hazıram. Çünki mənim yəni onsuz da artıq ehtiyacım yoxdur. Uğurlar arzulayıram sizə. Ümid edirəm ki, hər şey, həyatınızdakı hər şey ürəyinizcə olsun. Bu uğurlar sadəcə bizim xoşbəxt olmağımıza xidmət edir və hər birinizə sonsuz xoşbəxtlik arzulayıram. Sağ olun.